Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve tevelles salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve selleme salaten ve selamen daimeyn mutelazimeyn ila yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimni ve yenfa'ni ve zidni ilmə. Demək, keçən dərs keçdik ki, götürdük ki, Məkkədə nəsə bir ağacı qırılması, heyvanın öldürülməsi haram olması və ya itmiş bir əşyanı götürülməsi yalnız bir halda ki, onu qaytarmaq niyyətindən və ya yəsini axtarmaq niyyətinlə götürürsən. Və həmçində orada gətirdi ki, biz deyir, ətirli qamış var, onu deyir, evimizdə və ya qəbirlərdə istifadə edirik. Ona deyir, icazə verildi. Və sonra şərhində gətirir ki, Hədə əydən fihi dəlilun alə cəvazi kitabətil hədith. Və bu hədisdən də deyir, götürülür ki, eşidilən bir şeyi və hədislərin yazılmasının mühim olması. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm nə dedi? Dedi ki, Yəməndən gələn, ey Allahın Rasulü, onu mənim üçün nə deyir, yaz. Və Peyğəmbər sallallahu aleyhi və şəxsə nə dedi, bölümdəkinə, əbi filankəs üçün, filankəsin atası üçün, yəni belə kunyəsi, onu yaz. Yəni, burada hökmlərin nədir, yazılmasının mühim olması. وهذا الحديث هو السبق لكن هذا فيه شيء من الاختلاف ومن ذلك أن خزاعة قتلوا رجلا من بني ليس عام الفتح بقتل منهم قتلوه فأخبر ذلك النبي صلى الله عليه وسلم فركب راحلته إلى آخر ويأتي إن شاء الله كلاما عليه. Yəni buradan görürük ki, bir nəfər orada Xuza'a qəbiləsindən bir nəfəri öldürür və Peyğəmbər s.ə.və bu söhbət çatır və miniyinə minir, gəlir və orada nə edir? Bu xütbəni, bu məsələni bildirir. Yəni keçən dərs bunu keçmişdik. ويأتي إن شاء الله كلام عليه ولكن بقي علينا أن في حديث السابق حديث أبي شريح نقطة يجب تنبه لها فقد سبق لنا أن يحرم القتل في المكة. Kısa olarak bundan önceki hədisdə də deyir, bildir ki, Məkkədə deyir, kimisə öldürmək nədir? Olmaz. Nədir? Haramdır. O halda ki, əgər deyir, orada ölüm hökmü baş verərsə. Bu necədir? فَإِذَا فَعَلَ مَا يُوجِبُ الْقَتْلَ أَوْ قَطْعَ فَإِنَّهُ يُقْتَلُ وَيُقْطَعُ وَلَوْ قَتْلَ أَحَدٌ شَخْصًا فِي مَكَّةَ فَإِنَّهُ يُقْتَلُ أَوْ اِرْتَدَّ فَإِنَّهُ يُقْتَلُ وَلَوْ سَرَقَ فَإِنَّهُ يُقْتَعُ. Deyir ki, məsələn, biz keçdik ki, Məkkədə hətta deyir, ağacı belə qırmaq olmaz, şirini belə, nə isə xırda bir həşərat belə olsa, öldürmək olmaz. Öldürmək olmaz. Hansı halda icazəlidir? Hansı halda icazəlidir? Əgər bir nəfər bir nəfəri öldürübsə, öldürdü. Nəsə oldu, aralarında mübahisə oldu, burada öldürdü. Bunun hökmü nə olacaqdı, yaxşı? Demək, artıq biz də şəriətdə bilirik ki, Ən-nəfsi bin-nəfsi, əl-əynə bil-əyni, vəl-udhunə bil-udhuni. Harada? Maidə surəsində. Nəfs nəfsə, göz gözə, qulaq qulağa, yəni ki, diş dişə. Bunlar hamısı nədir? Hökmdür. Onda deyir, əgər bu hallar baş verərsə, ölümə ölümdür. İndi təfsilata getməkdə halallıq mı verir və s. ilə ölümə ölümdür. Bu nə inəcəkdir? Orada öldürüləcəkdir. Artıq bu şəriətin icazə verdiyi bir şeydir, hökmlərdir. Və ya irtəddə olan, irtəddə nədir? Mürtəd. Yəni İslamda olub, İslamdan çıxır, bəzi xavaric fikirci olanlar bir nəfər namaz qılır, ibadət edir, imanının zəifliyindən dolayı cah qılır, cah qılmır. Böyük günah sahibidirmi? Əlbəttə.
Lakin məsələnin əslini inkar eləmir. Deyir ki, hər şey haqdır, sadəcə zəifəm, yəni gücüm çatmır, eləyə bilmirəm. Və buna mürtəd adı qoyurlar. Dindən çıxıb, mürtəd adı qoyurlar və bu ölməlidir. Burada irtəd də dedikdə şeyx, bu hədisə uyğun, Şeyx Hüseyn Rahiməhullah, mürtəd o şəxsdir ki, dindən çıxır, hər şeyi tərk edir və İslama qarşı təxribatlar, vuruşur, döyüşür ki, gözdən salsın. Mürtəd budur. Fərqlidir tamamilə. Mürtəd o şəxsdir ki, irtəd tamamilə İslamdan uzaqlaşdı. La ilahe illallah belə nə edir? İnkar edir, uzaqlaşır və İslama qarşı nə edir? Vuruşur. Mürtəd budur. Yoxsa insan hansısa bir zəifliyindən dolayı içki içir. İbadə edir, içki içir. Və sonra içkidə özünü bilmir. Və deyirlər artıq nədir? Mürtəddir. Çünki deyir namazın xüsusi heç nə yoxdur, mürtəd da olmaz. Mürtəd hökm baxımından kafir olaraq boynu vurulur. Ağır məsələdir bu. Və o cür ölür gedirsə boynu vursa, əbədi cəhənnəmlikdir. Çünki kafir getdi. Və sən bunu, bu la ilahe illallah deyir. Namazı, ibadəti təsdiqləyir. Sadəcə zəifliyindən dolayı cah qılır, cah qılmır və yaxud da nəsə. Və deyir, sən mürtədsən artıq. Sən bir arx qılırdın, indi cah qılırsan, cah qılırsan və yaxud da qılmadın, sən artıq kafirsən. Sən mürtədsən. Yəni, bu nədir? Ən böyük xatalardandır. Bu da xavarişlərin nəyin fikirdir? Biz, Əhl-i-Sünnə və Cəmaət nə deyib? Hə, dindən uzaqlaşır, çıxır, hər şeyi tərk edir və dinə qarşı nə edir? Vuruşur. Mübarə, orada burada danışır, bunlar belə idi, mən də bir içində idim, getmişdim, çıxdım, şükür olsun, onlar belədir, budur, başqa nə edir? Dinə qarşı. Artıq bu nədir? Mürtəddir. Bu nədir? Mürtəddir. Və sonra gedir ki, əgər oğurluq eləsə, وَلَوْ سَرَقَ فَإِنَّهُ يُقْتَعْ Hətta deyir, oğurluq etsə belə, artıq o hökmün baxımından əli kəsilir. Zeynə etsə, ya daşqalaq ya da neyini? Şallaqlanır. Gəncdirsə şallaqlanır, evlidirsə də daşqalaq edir. Bu hökmlər baş verir. Çünki niyə? Bu Allahın hökmüdür. Aydın oldu qardaşlar. Və ona görə bunlar fərqlidir. Və yox, mən yoldan gedim, heç nə olmasın və birini döyüm, vurum, öldürüm ki, Məkkədə mənə heç nə eləməyəcəklər. Onda fitnə daha da artıq gedər. Hər adam gəlib orada istədiyini eləyər, oğurluq deyir, hər şey deyir ki, Məkkədə heç nə eləməyəcəklər. Elə deyil. Yəni, anlamaq, başa düşmək lazımdır ki, Şeyx gətirir ki, bu hökmlə hökm başqa şeydir. Sənə qadağan olunan şey adi bir halda nəsə etmək. Adi bir halda. Adi bir halda nəsə etmək artıq nədir? Haramdır. İxlafi mən fəalə zəlikə fi həlli thumma i'təsəmə bil haram fə innəhu haram yu'iduhu kəmə səbəq bəl innəllaha tealə قال ولا يقاتلوهم عند المسجد الحرام حتى يقاتلوكم فيه فإن قاتلوكم فاقتلوهم. Deyir ki, Məscid-i Haramda Allah Subhanahu buyurur ki, vuruşmayın. O vaxtı sonra ayənin dalından gedir, sizə qarşı فإن قاتلوكم, sizə qarşı vuruşarlarsa فاقتلوكم, onlara qarşı nə edin? Vuruşun. Demək, əgər mən gedirəmsə, bir qrup, belə misal çəkim, hamiləsindən 5-10 nəfər gedir, və bir qrup sənin üstünə hücuma gəlir, səni öldürməyə. Nə qaracaqsan? Özün müdafiə eləməlisən. Aydın da, Məkkədə kiməsə nəsə etmək olmaz, qoy məni öldürsünlər. Yox, elə bir şey yoxdur. Və yaxud da ki, bir toplum, deyək ki, məsələn, 2000-ci vaxtında da Kəbəni tutmuşdular da, bildiniz, teröristlər. Tutmuşdular. Harasa o vaxtlar çəkərdi. Yəni, tam dəqiq yadımda deyil, vaxt deyirəm inşallah. Kəbəni tamamən tutdular ki, biz istədiyimiz olacaqdır. Səhv eləmirsə, Al-Qaidə təşkilatı idi. Və nə inədilər? Snayperlər gətdilər Fransadan. Bir də ki, ora su buraxıb, görənlər olub da şeydir o, metlaq şeydir, seramikdir. Su buraxıb, tox verilir, öldürdülər. Yəni, əgər haram idisə, mütləq olaraq haram idisə da, onu da öldürmək olmazdı. Demək, mütləq olaraq haram deyil. Sənə qarşı vurub, o nə inədir? Bütün insanları götürmüşdülər, rehin götürmüşdülər, girov götürmüşdülər. Və nə inədilər? Onlar qarşı, vuruşlara qarşı nə inədilər? Vuruşdular. Çağırdılar, gəldilər, xüsusi təyinatlılar. Onlar nədir? O vaxtda
Məkkənin zəif vaxtları idi də, yəni hələ heç nə ordu zat inkişaf eləməmişdi. Nə etdilər? Təmizlədilər, sonra su buraxdılar, dalınla da şitok verdilər, nə etdilər? Məhv elədilər. Yəni bu artıq nədir? İcazəlidir. Ona görə ayədə nə tərcəlir? Fəin qatəlukum faqtuluhum. Sizə qarşı vuruşurlarsa nə edin onlara qarşı? Vuruşun. Və ləm yəqul fəqatiluhum. Bax, demədi ki, onlarla vuruşun. Bax, ayə bax, Şeyx Şatiri ki, demədi birbaşa onlarla vuruşun. Dedi, vuruşana qarşı vuruşun. Demək, sənə qarşı vuruşsa, vuruşduğun halda haqlısan. Yox, sənə qarşı vuruşmursa, vuruşarsansa, haqsızsan. Haram neyinsən artıq? Öz boynuna götürdün. Bu, hamısını əhatə edir. Hamısını əhatə edir. Məsələn, Kəbədə gedirsən, gedənlər görübdür, getməyən Allah nəsib eləsin. Yolla getsən, baxsan ki, böyük bir, Allah kömək olsun, Afrikalıdır, hündür. Və gəlir böyrünə elə keçir, az ikinci mərtəbə səni yerə salsın. Vurur keçir. Ki, geçsin, daş öpsünmü, və yaxud da ki, nəsə də düşsün aşağı mı, nəsə. Bu artıq nədir? Zülümdür. Bu zülümdür, olmaz. Belə şeylər nədir? Olmaz, haramdır. Ona görə Şeyx gətirir ki, demədi, deyir, nədir? Vuruşun. Dedi ki, sizə qarşı neyinin? Vuruşanlara qarşı neyinin? Vuruşun. Sonra gətirir ki, وَإِذَا قَاتَلُكُمْ فِي الْحَرَمْ فَاقْتُلُوهُمْ قَتْلًا فَدَلَّ ذَلِكَ عَلَى أَنَّ مَنْ فَعَلَ يُوجِبُ الْقَتْلَ أَوْ الْقَطْعَ أَوْ الْحَدِّ فِي حَرَمْ فَإِنَّهُ يُفْعَلُ ذَلِكَ. Bu da deyir, artıq ayədən də dəlildir ki, burada həm öldürmək, həm əl kəsmək, hətta deyir, hədləri, Allahın qoyduğu hədləri yerinə yetirmək icazəlidir. Fərqdir, açıq aydın nədir? Göz qabağındadır. Sonra gətirir ki, deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Lə yuxtalə şəvkuhə." Orada deyir, tikanları belə qopartmayaq. Tikan deyəndə deyir, nə qəsd olunur? Yerdə deyir, tikan var ki, hər yerə zərər verir. Məsələn, yol çəkmək istəyirlər, tikan var. Yaxud da şəhər salmaq istəyirlər, Məkkənin qırağında böyük bina tikməyə tikan var. Bu nətər olur onda? Təmizlənməsin. Əgər tikanı qopartmaq icazəli deyilsə də, onu yeri qazınmaq minbəbil olar da, ümumiyyətlə olmaz. Deyir, burada deyir, qəsd olunan nədir? Şeyx gətirir. Yəni, lə yuhəşşu və şəvku huvə şəcər əlləzi fihi şəvq. Deyir ki, o deyir, ağaçlar var xüsusi, onun deyir, tikanları var. Tikanlı ağaçlardır xüsusən. Onları deyir, qopartmayın, əl vurmayın. Orada bir hikmət var. O ağaçlarda nədir? Bir xeyr var. Yəni, deyir, onların tikanlarını ola bilər götürürlər, nəyəsə istifadə edirlər, yəni qırmayın. Yəni, qəsd olunan deyir, nədir? Odur. O ağaçların iynələrini nədir? Qırmayın. Sonra gətirir ki, وَلَا تُلْتَقَتُ سَاقَتُهَا إِلَّا لِمُنْشِرِ. Yəni, nəyinsə deyir, itməsi, yəni kiminsə nəyinsə itməsində onun götürülməməsi. وَاخْتِلَافُ عُلَمَاء رَحِمَهُمْ فِي قَوْلِهِ إِلَّا مُنْشِرِ. هَلْ مَعْنَى أَنَّهَا لَا تُمْلَكُ بَعْدَ السُنَّةِ أَوْ أَنَّهَا تُمْلَكُ بَعْدَ السَّنَةِ كغيرها من بلاد، لكن ذلك مكد على سبيل التأكيد، والصحيح أنه لا تملك، وأنه ذكر مكة لخصوصية، وهذا من تمام احترام أموال فيها أن ساقدها لا تملك وننشد مدى الدهر، فإذا وجدت فيها مثلا 100 ريال فإن أخذتها وجب عليك أن تنشد عنها مدى الدهر، وإذا مت توصي من بعدك أن تنشد عنها، وإذا مات ما بعدك توصي من ينشد عنها حتى يجدها صاحبها. Deyir, məsələn, başqa bir ölkədəsən, yerdən pul tapsan və pul tapdığın halda onu nə gözləyirsən? Bir il gözləyirsən. Bəzi alimlərə görə həftədə bir dəfə həmən yerə, bəzilərinə görə ayda bir dəfə, sonra deyir, ildə bir dəfə gedirsən, baxsan, hər gün orada olmursan. Hər ixtilaf da alimlər arasında. Baxırsan və deyir, gəlmirsə istifadə edirsən. Lakin Məkkədə necədir onda deyir? Məkkədə deyir, tapdınsa da, hətta gözləyirsən belə, ölsən nə olur? Deyir ki, bir il gəldi, çatdı. Ölsən nə olur? Yəni, onu həvalə eləyirsənsə, kimsə geçsin, baxsın. Yəni, ora elə bir şey idi ki, oradan götürüb deyir, istifadə olunur, verilir. Amma əslində nədir? Tapan kimi orada xüsusi bir qurum var ki, quruma neynisən? Təhvil verirsən, müraciət edirsən, nədir? Onlara verirsən. Ona görə ora elə bir müqəddəs bir yerdir ki, əksər şeylərin haram olmasında, yəni Məkkənin nə qədər
ehtiramlı, nə qədər hörmətli olmasına dəlalət edir. ولا شك أن هذا في حماية هي اللقطة لأن الإنسان إذا علم أنه ملزم بمثل ذلك فإنه سيدعها. Və insan bilsə ki, deyir, bunun deyir, nə qədər mühüm lazım olmağını onu neyniyər? Yerinə qoyar, götürməz. وإذا وضعها سوف يجدها صاحبها ولكن هذا من زمن يكون في ورع منتشر أما في وقتنا هذا فإنك إذا تركتها أنت فسوف يأخذها من لا ينشدها ولا يوما واحدا فالأولى أن تؤخذ في الوقت الحاضر وتعطى للجهد. Yəni indi deyir, zamanımızda görürsən ki, sən tərk eləsən, başqası götürəcəkdir. Nəinki yerdə tapılan bir şeyi, hətta elə hallar var idi ki, Məkkədə o qədər oğurluq olurdu ki, gələnlər var idi, oğurluq eləmişdilər, nə qədər tutmuşdular. Yəni, belə hallar var. O ki, qaldı, düşən pulu bunlar götürüb kiməsə təhvil versinlər. Yəni, deyir, yəni, elə bir haldır ki, çox çətindir. Yəni, belə götürək də, Rafizi onu tapsa, onu qatil təhvil verər. Mən inanmıram. Mən inanmıram. Kimsə gedə var, təhvil verər ki, mən buradan pul tapıram. Deyəcək, halaldır, qabağıma çıxıbdır, götürmüşəm. ومن فوائد هذا الحديث أن من قتل له قتيل فهذا بخير النظرين إما أن يعقل وإما يقاد أهل القتيل ومعنى أنه إذا قتل الإنسان عمدا فإن أهل بخير نظرين يعني في خيار إن شاءوا اقتصوا وإن شاءوا أخذ دية وهنا قسم ثالث إن شاءوا عفا وهنا قسم رابع إن شاء صالحوا. Deyir ki, faydalardan götürülür ki, əgər deyir, Məkkədə ölüm olarsa da faydalardan, bu deyir, bir neçə qismə bölünür. Keçən dərsdə ki, ya halallıq verir, ya qisasını alır, intiqamını alır və ya da qampulu neynir? Alır. Qampulu da ki, 100 dəvəni hesablayanda aşağısı 200 minə gəlir. 2000-dirsə də, 2000 dollardırsa da və 2000 manatdırsa da 200 minə nədir? Gətirib, çıxardır. O da deyir, nədir? Ağır bir məsələdir. O da gənə qadir hallarına hansı halda ölüb və hansı halda neyniyib? Bu, baş verir. Sonra gətirir ki, Cavazu talibu kitab-ül hadithi li'anna Nəbi s.ə.v əqarra rəculun ləzi minəl Yəmən. Deyir ki, elm tələbəsinin sifətlərindəndir ki, yaxşıdır ki, dərsləri yazsın, qeyd eləsin. Ki, o həmişə nədir? Qeyd ona lazım olur. Unutsa belə neynəsin onu? Yəni, həqiqətən də konspektdə yazıda bərəkət var. İnsan, məsələn, deyək ki, bir 2 il, 3 il dərsə gəlir, 5 il dərsə gəlir, universitetə və şeyxin dizinin evində oxuyur. Onu yazdıqsa, ya 5 ilə sən bir kitab halında konspekt düzəldirsən. Elə bir girən ki, əqidə məsələsində bir 5 il, 3 il şeyxin yanında oturdun, onu konspektləşdirdin, bir kitab, 5 kitab, 10 kitab oxudun. Bir girən ki, səndə artıq 10 kitab var. Bizdə məsələn üçün, Şeyx Rasulən elə nə deyib? Qayda qoymuş. Deyək ki, ay ərzində 5 dənə kitab oxuyurduq, məsələn. 6 dənə kitab oxuyurduq. O 6 kitabı konspektləşdirəndə, bütün 6 kitab bir dənə balaca nəyin içində idi? Konspektin. Əsas mühüm məsələlər oradaydı. Alimlərin sözü, qaydalar, qanunlar, nəyə nə dəlillər, Quran və sünnədən, alimlərin, sələflərin düşüncəsi, sələflərin, sahabələrin fəhmi, tabilərin fəhmi. Onlar hamısı nədir? Cumhurun sözləri. Onların hər bir kitabdan yazsan, baxacaqsan ki, nədir? Qalın bir dənə dəftər. Artıq o məsələdə sən hazırsan. Bizə çətin olan kimi bölmələrdir. Həmən bölməyə baxan kimi nədir? Üzə çıxır. Ona görə yazmaq, şeyx gətirir burada, xüsusən də tələb edənlər, yəni mühümdür ki, əsaslardandır ki, neynəsin? Qeyd eləsin, özündən bunu yazsın. Və qal ləhu Əbu Şəhət hinə tələbə ən yuktəbü ləhu qal bələ uktubu li əbi fulən. Baxsan ki, deyib, Peyğəmbər sallallahu aleyhi ve səlləm də ona həqiqətən də xoş gəldi. Dedi ki, ey Allahın Rəsulü, bunu mənə yaz. Peyğəmbər yazı bilmir daxil. Dedi, ey filan kəs üçün neynə? Onu yaz. Yəni, bunun nəyindən gəlir? Dinə olan hərisliyindən gəlir. Dinə olan sevgisindən gəlir. Hökümlərə olan sevgidən gəlir ki, mən bu harama düşməyim, bunu özümdə qeyd edib, yadda qalsın.
Bunlar da təqvadan irəli gəlir, imandan irəli gəlir. Yəni bunlar hamısı nədir? Salih əməllərdir. Ki, əməllərim nədir? Salih olsun və deyir, nədir? Harama düşməyin. Yəni deyir ki, sonra orada deyir ki, ey Allahın Rasulü, tikanlar deyirsiniz. Elə bir tikan növü var ki, biz onda evdə də istifadə edirik. Qəbristanlıqda da istifadə edirik. Onda necə? Deyir, o istisnadır. Ondan istifadə edə bilərsən. Bu xüsusi bir ağaçdır. Ağaçlar da onun da qırma. Yəni fayda vermirsə də eləmə. Sonra bir dənə ağac var. Ondan deyir, nədir? Biz izxira. İllə izxir. İzxir nədir? O ağac növüdür ki, onda şirin tikanlıdırsa şirin bir şey verir. Ona həm evdədir, həm də qəbristanlıqlarda nədir? İstifadə edirik. Və deyir, buna deyir, icazəlidir. Ona deyir, istisnadır. O nədir? İcazəlidir. Sonra yeni bir hədis gəlir. Burada kifayətlənək. Allah sonra bizə faydalardan etsin. Subhanəkallahumma hamdik. Əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.